İlham Əliyev gedirlər ha, o adada ha, Cefrinin adasında, Cefrinin adasında. Neler edirdilər ha, uşaqları kaçırdırdılar ha. İndi YouTube'un xoşu gəlmir də, danışmıram. Ay kişilər, hər həftə uşaqlar itirdi Azərbaycanda. Hər ay neçə uşaq itirdi Azərbaycanda. Yorulmuşdu, uşağı məktəbə gedəndə opardılar, kətdən apardılar. Hamısını da polislər uğurluyordu uşaqları. Hamısı da adıya gedirdi adıya. Bildiniz də Cefrinin adasına. Yaxşı, bu söhbət çıxandan sonra, keçən il lap yayından, lap bak bu vaxtından, bu günə qədər bir dənə uşaq uğurlandığını eşitmisinizmi? Medyada eşitmisinizmi? Görün ne kadar uşağı uğurluyurdularsa, ne kadar uşaqlar uğurlanırdısa, ne kadar uşaqları valideynləri qorxudurdular, puldan soxdururdular, gizlədirdiler, ne de media çıxmağa qoymurdular. Hələ ortaya çıxanlar belə bizi dəhşətə düşürürdü. Ayda bir neçə uşaq uğurlanırdı. Hamısı gelirdi Epi'ye, Cefrinin yanına. İlham Əliyev, Mehriban Əliyevə qaçırdırdı. Bak bu söhbətlər ortaya çıxandan sonra mən də çıxdım dayanmadan dedim, ha Vatikanda da var, Bakıda delirlər, ayinlər oxudururlar. Ne oldu? Gördünüz mü değerli vətənlərim? Keçən il aprel ayından bu vaxta kadar mən bir dənə uşağın ittiğini bu efirdə deməmişəm. Fikir verdiniz mi siz? İndi bildiniz mi uşaqları uğurlayan İlham Əliyev idi, Mehriban Əliyev idi? İndi bildiniz mi uşaqları hara aparırdı? Hakimiyyətdə qalmaq üçün ayinlər oxudururdular, ne bileyim, Levenci pişirirdilər, ne bileyim, neler edirdilər, vay 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 vay, qızıl kadehlərdə neler edirdilər. Hər neyse.